Salam dəyərli izləyicilər. Yenə qarşınızda sual-cavab bölməsi ilə dayanmışam. Gözəl bir yay axşamında sizin üçün belə bir mövzu seçmişəm. Mirzə Fətəli Axundzadə, Həyat yaradıcılığı, Aldamış Kəvakib povesti, bir də Hekayət Misir Jordan Həkimi Nəbatat və Dərvişi Məsəli Şah Cadüköyni məşhur komediyası. Gəlin başlayaq əvvəlcə həyat yaradıcılığından. Mirzə Fətəli Axundzadə bilirsiniz ki, 1812-1878-ci illər ərzində yaşamışdı. Başlayaq, yaradıcılığı hansı əsərlə başlamışdı? Lirik şeirlərlə. Ədəbi əsərlərini hansı təxəllüsünə yazmışdır? Səbuhi. Səbuhi təxəllüsü nə deməkdir? Yəni, səbuhi sözünün mənası nə deməkdir? Səhər, sübh adam deməkdir. Şeirlərini hansı dillərdə yazıb? Azərbaycan və farsça. Azərbaycan ədəbiyyatına yeni tipli realist bədii nəsrin banisi kim hesab olunur? Məlum məsələdir, Axundzadə hesab olunur. Yəni, bunu belə yadda saxlayın ki, Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında yeni tipli realist bədii nəsrin banisi hesab olunur. Nəyə görə realist bədii nəsr deyirik? Çünki mövzusu real həyatdan götürülmüşdü, yəni tarixdən götürülmüşdü mövzusu. Ədəbiyyatımızda süjetli lirikanın əsasını hansı əsərlə qoyub? Zəmanədən şikayət, 1833-cü il. Onu da vurğulayım ki, bu əsər ictimai məzmunlu şeirdir. Axundzadənin ilk çap olunan əsəri hansıdır? Puşkinin ölümü münasibəti ilə yazdığı Matəm qəsidəsi. Sonrakı nəsrlərdə, yəni belə də adlanıb, Puşkinin ölümünə şərh poeması. Sual verərkən mən niyə dayanıram? Ola bilsin, yeni izləyicilərimiz var, yeni abunə olanlar var. Məndən öncə sualı cavablandırmanızı istəyirəm. O yüzden biraz gözləyirəm. Bu arada unutdum vurğulamağı, kanala abunə olmağı, bəyənməyi unutmayın. Baxıram, bəzən videonun izləmə sayına baxıram. Birdən olur ki, 1000-dən çox izləmə olur, amma çox az sayda bəyənmə olur. Məni küstürürsünüz. Bəyənməyə xüsusilə diqqət yedirin, xahiş edirəm sizdən. Aha. Davam edək. Axundzadənin avtobiografik əsəri hansıdır? Fars dilində yazdığı Yeni əlifba haqqında mənzumə. Axundzadə hansı şeirlərində cəmiyyətdə və şərq xislətli insanlarda gördüyü nöqsanları tənqid edib? Molla Əli, Hekayədir Seyid Molla Ələm Səlyani, Həcvi Əbdülrəsul xan. Azərbaycan ədəbiyyatında dramaturgiyanın banisi yəni kim hesab olunur? Hardasa qabağınıza çıxar bu sual. Təbii ki, söhbət Mirzə Fətəli Axundzadədən gedir. Dramaturgiyanın banisi odur. Axundzadənin ilk komediyası hansıdır? Hekayət Molla İbrahim Xəlil, Kimyagər. 1850-ci ildə yazmışdı. Bunu da vurğuluyum. Həmin əsərdə nə tənqid olunur? Cəhalət və fırıldaqçılıq. Axundzadənin ikinci komediyası hansıdır? Hekayət Misir Jordan Həkimi Nəbatat və Dərvişi Məsəli Şah Cadüköyni məşhur. Bu əsər 1850-ci ildə yazılıb. Bəs həmin əsərdə nəyi gülüş hədəfinə çevirib? Geriliyi, ətaləti, cəhaləti. Ədib Hekayət Misir Jordan əsərində, qısa deyirəm əsərin adını, Həkimi Nəbatat əsərində gəncləri nəyə təşviq edir? Nəyə təşviq edir? İnkişafa, dünyəvi elmləri öyrənməyə. Orada Şahbaz bəy obrazı var. Həmin obrazın timsalında bütün gəncləri inkişaf eləməyə, dünyəvi elmləri öyrənməyə təşviq edir. Üçüncü komediyası hansıdır? Hekayəti Xırs Qıldur Basan. 1851-ci ildə yazıb bunu. Bəs həmin əsərin mövzusu nədən götürülüb? Kənd həyatından. Hekayət Xırs Qıldur Basan əsərində bəs nə tənqid olunur? Məişətdəki köhnə qaydalar, mühafizəkarlıq, yəni köhnəpərəst insan, yəni insanlar və zorakılıq. Hekayət Xırs Qıldur Basan əsərində hansı məsələlər ön plana çəkilir? Qarşılıqlı məhəbbət, yeni ailə münasibətləri, qadın şəxsiyyətinə hörmət. Yəni, bu əsərdə göstərilir ki, ailə qurarkən
Bu ailə yəni münasibətlər qarşılıqlı məhəbbət əsasında qurulmalıdır. Heç bir zorakılığa yol verilməməlidir. 4-cü komediyası hansıdır? Sərgüzəşt Vəziri Xan Lənkəran. Bu əsərdə 1851-ci ildə yazılıb. Bəs həmin əsərin mövzusu haradan götürülüb? Xanlıqlar dövrünün həyatından. Sərgüzəşt Vəziri Xan Lənkəran əsərində nə təsvir edilib? Ailə məişət münasibətləri, qarşılıqlı sevgi məsələsi. Bax, bu qarşılıqlı sevgi məsələsi Hekayət Xırs Quldurbasan əsərində də var, burada da var. Yəni, orta xüsusiyyət kimi götürə bilərsiniz. Qarşılıqlı sevgi məsələsi feodal ictimai siyasi həyatı, dövlət quruluşu ilə qarşılıqlı əlaqədə verilmişdir. Mövzusu da hardan götürüldü? Xanlıqlar dövründən. 5-ci komediyası hansıdır? Hekayət Mərd Xəsis. Bu əsərin daha bir adı var, Hacı Qara. Bu əsəri 1852-ci ildə yazıb. Bəs bu hansı mövzuda yazılıb? Xəsislik. Hacı Qara əsərində əsas gülüş hədəfi kimdir? Tamahkar, acgöz, ikiyüzlü tacir Hacı Qara. Satirik qəhrəman hesab olunur bu ədəbiyyatımızda. Əsərdə ikinci satirik obraz da var. Bəs o obraz hansıdır? Müflisləşmiş bəyliyin nümayəndəsi olan Heydər bəy. Heydər bəy hansı arzularla yaşayır? Əməyə xor baxır. Yəni, onun üçün işləmək ayıb verici bir şeydir. Çünki vaxtilə bəy olub, indi müflisləşib. Əməyə xor baxır. Oğurluq, quldurluq arzusu ilə yaşayır. Oğurluq, quldurluq əsərdə o dövrün bəlası kimi tənqid olub. Yəni, o dövrdə oğurluq, quldurluq baş alıb gedirmiş. 6-cı komediyası hansıdır? Yəni, sonuncu komediyası. Mürafiə vəkillərinin hekayəti. Bu əsərdə 1855-ci ildə yazıb. Əsərin mövzusu haradan götürülüb? Məhkəmə məmurlarının həyatından. Mürafiə vəkillərinin hekayəti əsərində hadisələrin nə üçün Cənubi Azərbaycanda baş verdiyi göstərilir? Çar hakimlərinin təqiblərindən qorunmaq üçün. Bilirsiniz ki, Mirzə Fətəli Axundzadə Şimali Azərbaycanda yaşayıb. Ona görə də yəni açıqcasına yaza bilməzdi. Mövzusunu Cənubi Azərbaycandan götürüb. Yəni hadisələr orada baş verir. Mürafiə vəkillərinin hekayəti əsərinin əsas tənqid hədəfi kimdir? Ağa Mərdan Halvaçıoğlunun timsalında əyalət məhkəmə məmurlarının hiyləgərlik, fırıldaqçılıq, acgözlük kimi xüsusiyyətləri ümumiləşdirilmişdir. Mürafiə vəkillərinin hekayəti əsərində Səkinə xanım necə obrazdır? Azərbaycan qadınlarının mütərəqqi yəni inkişafa meyilli deməkdir. Azərbaycan qadınlarının mütərəqqi görüşlərə meyilli, yeni, qabaqcıl nəslin nümayəndəsidir. Axundzadə yeni tipli realist bədii nəsrin əsasını hansı əsərlə qoymuşdu? Aldanmış Kəvakib povesti ilə. Axundzadənin fəlsəfə əsəri hansıdır? Kəmalüd dövlə məktubları. Kəmalüd dövlə məktubları bu bir yerdə gedir. Kəmalüd dövlə məktubları əsərində nə əks olunub? Köhnəliyin əleyhinə və yeniləşmənin zəruriliyinə çağırış var burada. Maarifçi realizm ədəbi cərəyanının yaradıcısı kimdir? Hardasa bu sual qarşınıza çıxar. Yəni, hardasa deyər ki, mövzular arası əlaqədə qarşınıza çıxa bilər. Söhbət Mirzə Fətəli Axundsadədən gedir. Təkrar vurğulayıram. Mirzə Fətəli Axundsadə maarifçi realizm ədəbi cərəyanının yaradıcısıdır. Gəlin keçək ikinci əsər. İki əsər demişdim mən. Birinci gəlin Aldanmış Kəvakib əsərinin sual cavab eləyək. Sonra komediyasının sual cavab edərik. Başlayaq Aldanmış Kəvakibdən. Əsərdə hadisələr nə zaman baş verir? Baharın əvvəli, Novruzdan 3 gün keçmiş. Şah Abbasın yoldaşı kim idi? Səlma xatun. Əsərin əvvəlində göstərir ki, Şah Abbas eyvanda həyat yoldaşı Səlma xatunla oturur. Birdən, yəni bir nəfər gəlir ki, sizi görmək istəyən var. Nökərlərdən biri gəlir və Səlma xatun keçir o bir otağa. Mövzu arası əlaqələrdə düşür. Yəni Səlma obrazı başqa hansı əsərdə var? Götürə bilərsiniz Hüseyn Cavidin Ana dramında. Orada da var Səlma ana. İran mülkündə bir səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəyini Şah Abbasa kim deyir?
Münəccimbaşı Sədrəddin. Münəccimbaşı bu fəlakətin nə zaman baş verəcəyini deyir. Novruzdan 15 gün keçmiş. Münəccimbaşı gedəndən sonra Şah Abbas kimləri yanına çağırtırır? Vəzir Mirzə Möhsün, Sərdar Zamanxan, Müstəfi Mirzə Yəhyanı və Mollabaşı Axund Səmədi. Mirzə Möhsün Şah Abbasın atasının vaxtında xəzinə boşaldığında xəzinəni doldurmaq üçün hansı işləri gördüyünü deyir. Burada onların gəlişinin ardıcılığı da düşür testlərə. Sonra onların söhbətə başlaması, yəni birinci kim fikrini açıqladı, ikinci kim fikrini açıqladı, bunlar da düşür. Yadda saxlayın, birinci vəzir sözə başladı. Bunu belə yadda saxlayın ki, vəzir sarayda olur, yaxınındadır, tez bir zamanda ona yetişir. Belə yadda saxlayın. Birinci vəzir Mirzə Möhsün başlayır söhbəti. İkinci Sərdar Zamanxan, üçüncü Müstəfi Mirzə Yəhya. Müstəfi belə deyim də, elə bir indinin hesabdarı. Maliyyə işlərinə o baxırdı da, belə deyim. Elə bir indinin maliyyə naziri, bax belə bir şey. Müstəfi Mirzə Yəhya, üçüncü o başladı sözə, dördüncü də Molla Axund Səməd. Ardıcılıq bu şəkildə getdi. Təkrar edirəm, birinci vəzir Mirzə Möhsün, ikinci Sərdar Zamanxan, o ordu başçısı idi. Üçüncü Mirzə Yəhya, maliyyə naziri belə deyim, yadda saxlayın. Ən sonda Mollabaşı Axund Səməd. İndi Mirzə Möhsün başlayır. Bunların hər biri əsərdə özünüzdə görürsünüz ki, başlayırlar özlərini tərifləməyə, amma bu bəlanın qarşısında aciz qaldıqlarını deyirlər. Yəni heç bir çarə tapa bilmirlər. Gəlin görək Mirzə Möhsün özünü necə tərifləyir. Demək, Şah Abbasın atasının vaxtında xəzinə boşalıbmış. Gəlin görək Mirzə Möhsün o xəzinəni necə doldurub. 1. Şah qapısının nökərlərindən hər kəs gücü çatdığı qədər tutduğu vəzifəyə görə müəyyən qədər bəxşiş olaraq xəzinəyə təslim etsin. Burada bəxşiş deyirlər. Bəxşiş əslində rüşvətdən söhbət gedir. Demək, kim ki vəzifəyə təyin olur, yeni vəzifəyə, o tutduğu vəzifəyə görə rüşvət verməlidir. Rüşvətlə doldurub da xəzinəni. İkinci, nə zaman ki Qiblə-i Aləm, yəni söhbət hökmdardan gedir, bir əmrin evini öz gəlişi ilə mübarək etsə, ev sahibi onun ayağının altına qumaş parçalar bilirsiniz ki, çox baha idi. Qumaş parçalar salsın və bir qədər pul bağışlasın. Pul bağışlamaq yenə gedir bu rüşvətə çıxır. Yəni xəzinəni bir sözlə rüşvətlə doldurub. Mirzə Möhsün ulduzlara qarşı tədbir barədə nə deyir? Aciz olduğunu deyir. Sərdar Zamanxana söz veriləndə nə deyir? Gəlin görək Sərdar Zamanxan öz belə deyim, dırnaqarası qəhrəmanlığından necə danışır. Sərdar Zamanxanın özü haqqındakı o fikirləri. Deyir, Osmanlı tayfası Bəkir Paşa Dəmirçioğlu'nun sərkərdərliyi altında 70 min nəfərə yaxın qoşun İran torpağına hücum etməyə hazırlaşırdı. Mənim könlüm razı olmadı. Mömin və müqəddəs tayfanı qırğına verdirim. Yəni söhbət gedir İranlılardan. Demək, türklər, Osmanlılar bunlara İrana, Şah Abbasın ölkəsinə hücum ediblər. Və Sərdar Zamanxanın könlü razı gəlməyib ki, bu İran cəmaatını qırğına versin. Əmr etdim ki, Azərbaycan mülkündə əkin yerlərini xarab etsinlər, mal-qaranı qovub gətirsinlər, körpüləri dağıtsınlar, yolları pozsunlar. Osmanlılar gəldi əllərinə bir azıqa keçməyincə məcbur qalıb geri döndülər. Bu iş atanızın o qədər xoşuna gəldi ki, daha yolların, körpülərin bərpasını məsləhət görmədi. Baxın, Şah Abbas əsərdə biz görürük ki, 7 ildir artıq hakimiyyətdədir. Sərdar Zamanxan isə Şah Abbasın atasının vaxtından danışır. Demək, illərə vurub hesablayanda görün neçə ildir ölkə xaraba vəziyyətindədir. Bütün hər şeyi öz əli ilə dağıtdırıb. Ölkədə heç bir abadlıq işləri aparılmır. Ölkə bu vəziyyətdədir, xaraba halındadır. Özünü sarayın qoca iti adlandıran obraz kim idi bu əsərdə? Sarayın qoca iti. Söhbət gedir Sərdar Zamanxandan. Müstəfi Mirzə Yəhyadan məsələ barədə tədbir istəyəndə nə deyir? İndi başladı maliyyə naziri Mirzə Yəhya sözə başlamağa. Yəni bu da dırnaqarası qəhrəmanlığından danışır. Deyir, bəllidir ki, qoşunun və orta dərəcəli qulluqçuların məvacibi Qiblə-i Aləmin fərmanı əsasən və mənim imzam ilə vilayətlərin mədaxilindən verilir. Mədaxil gəlir deməkdir. Demək, ölkəyə gələn ki, o gəlir var, mədaxil, xəzinəyə gələn o, belə deyim də, gəlir.
Həmin gəlirdən hökmdar fərman verir, həmin fərmanı bu Mirzə Yəhya da imzalayır. Bu şəkildə hər kəsin məvacibi verilir. Hər kəsin deyərkən daha dəqiq desək, qoşunun bir də orta dərəcəli qulluqçuların məvacibi bununla verilir, xəzinədən verilir. Çünki dövlət xəzinəsindən nəqd pul, necə ki, vəzir söyləmişdi, çatmırdı. Axı dedi ki, xəzinə boşalmış Tatanın vaxtında. Ona görə də mən bu cəhətdən çox qəmgin idim. Hərçənd mən məvacib fərmanlarını, yəni maaş fərmanlarını imza edib vilayətlərə göndərmişəm ki, məvaciblərin kəsilməsi ilə ali və yüksək dövlətimiz xalqın nəzərində etibarsız görünməsin. Amma ondan qabaq hər bir vilayət hakiminə gizli məktub göndərmişəm ki, mənim tərəfimdən ayrıca məktub yazılmamış, haman fərmana əsasən məvacib verməsinlər. Haman tədbir səbəbi ilə dövlət xəzinəsinin mədaxili çox artmışdı. Qoşun əhli və mənsəb sahibləri məvacibsiz qalmışlarsa da, amma sülh və asayiş zamanı olmaq səbəbi ilə və oranın ucuzluğuna görə məvacibə çox möhtac olmayıblar. Sizə qısa şəkildə belə izah edeyim. Demək, hökmdar fərman verir ki, məsələn, bu ay qoşun başçılarının, eləcə orta dərəcə qulluqçularının, qoşundakı hər bir döyüşçünün, belə deyim də, maaşı məvacibi fərman verir ki, verilsin. Və bu fərmanı da Mirzə Yəhya imzalayır, vilayət hakimlərinə göndərir, hər bölgənin hakiminə göndərir. Amma əl altdan da onlara məktub yazır ki, bax, mən bunu eləyirəm ki, yəni bizim dövlətimiz qoşunun gözündən düşməsin, xalqın gözündən düşməsin. Yəni bunlar vaxtı-vaxtında maaşı verirlər. Amma əl altdan da məktub yazıb hər bir vilayət hakiminə bildirilir ki, bax, nə badə mən deməmiş, məvacibi verməyin, maaşı verməyin. Yəni maaş sənəd üzərində imzalanır, belə deyim də, gözdən pərdə asmaq üçün. Amma əslində heç kimin maaşı verilmir. Bəs nəyə görə qoşun səsini çıxarmır? Heç kim buna qarşı çıxmır, dillənmir. Çünki sülh və asayiş zamanı olub, yəni sakitlik olub ölkədə və eyni zamanda ucuzluq olub. Yəni hər kəs özünü dolandıra bilib də, yəni maaşsız da dolanmağı bacarıb, ucuzluq olub ona görə. Ona görə də cəmaatın səsi çıxmır. Demək, bu da fırıldaqçılıqla xəzinəni doldurub. Mollabaşı Axund Səmədə söz veriləndə nə danışdı? Əvvəlcə Mollabaşı Axund Səməd də o da deyir ki, yəni bunun duaları ölkəni xilas eləyib. Mən deyir, o vaxt atanıza çoxlu dualar eləyirdim. Yəni mənim işim dua eləməkdir. Mən duamı bol-bol eləmişəm, əski eləməmişəm. Həm bunu deyir, həm də belə bir cavab verir. Deyir, Qiblə aləmin vücudu ulduzların təsirindən qorxu altındadır. Küsurlu ağlıma belə yetişir ki, o mənim münəccim başının özü bu işin çarəsini bizdən artıq bilir. O bu işi deyib, amma çarəsini göstərməyib. Necə ola bilər ki, zəhəri göstərə, amma zəhəri yox edən dərmanı göstərməkdə özünü kənara çəkər. Qiblə aləm onun özünü çağırsın, bu hadisənin dəfi üçün, yəni bu hadisədən atlatmaq üçün onun özündən əlac istəsin. Əgər bir bəhanə gətirsə, boynunu vurdursun. Mollabaşı bu işdə nə üçün münəccim başına günahkar görürdü? Yəni görürsünüz, Mollabaşı belə deyim də, münəccim başı o bir dəqiqə elə bilim çağırırlar məni. Mollabaşı nə işdə, bu işdə nə üçün münəccim başına günahkar görürdü? Çünki onunla köhnə ədavəti vardı. Baxın, burada Mirzə Sədrəddini Mollabaşı bir növ elə fürsətdən istifadə edib Şah Abbasın əlinə vermək istəyir. Ölümünü istəyir də, belə deyim. Çünki onların köhnədən ədavəti var idi. Bu testdə də düşmüşdü. Deyir, hansı obrazın münəccim başı ilə ədavəti var idi. Söhbət Molla Axunddan gedir. Axund demək Səməddən gedir. Münəccim başı hansı vaxtda hüzura hazır oldu? Yəni, söhbət Mirzə Sədrəddindən gedir. Onu çağırdılar, demək, bir saata gəldi. Bir saatdan sonra. Qılın cəhli olsa da ürəyi yumuşaq adam kim idi burada? Bir ürəyi yumuşaqlıq göstərdi. Sərdar Zamanxan. Münəccim başını kim edamdan xilas etdi? Sərdar Zamanxan. Dedi ki, əgər bu itin boynunu vurdursan, hadisənin ortadan qaldırılması üçün kimdən əlac soruşacaq? Saqqalımın ağ tükləri hörmətinə onun ölümündən keçəsiniz. Demək, burada iki məsələ var. Sərdar Zamanxan həm ürəyi yumuşaq adam idi, düzdür, ona görə dedi. İstəmədi o ölsün də öldürülsün.
Həm də bir məsələ də var idi. Sərdar Zamanxan düşünürdü ki, əgər Mirzə Sədrəddinin boynu vurulsa, indi hökmdar bunların yaxasından yapışacaq və bunlardan çarə istəyəcək. Ona görə biraz vaxt, zaman qazanırdı. Dedi ki, bəlkə çarəsini tapdı. Bir növ özünü sığortalayırdı. Münəccimbaşı vaxt qazanmaq üçün nə etdi? Dedi ki, hadisənin əlacı mümkündür. Zici Uluq bəyi nəzərdən keçirim, qayıdım, söyləyim. Əslində, Mirzə Sədrəddin əmin deyildi buna ki, bu işin çarəsi Zici Uluq bəydə var. Sadəcə vaxt qazanmaq üçün, bir növ ölümü yaxasından qurtarmaq üçün elə söz idi də dedi ki, var gedim o kitaba baxım, oxuyum, gəlirəm. Mövlani Cəmaləddin nə zaman hüzura gəlmək istədi? Münəccimbaşı oradan çıxmamış. Baxın, Mirzə Sədrəddin də oradaydı. Bəzən testlərdə qarışıqlıq salırlar. Yəni, çaşdırmaq üçün deyir, Mirzə Sədrəddin çıxdı hadisələrin ardıcılığında. Sonra Mirzə Cəmaləddin gəldi, Mövlana Cəmaləddin gəldi. Amma bu yanlışdır. O otaqdan çıxmamış. Çıxmaq istəyirdi, amma çıxmadı. O da otaqdaydı. Mövlana Cəmaləddin özünü yetirdi. Yaxşı, Mövlana Cəmaləddin şahın hüzuruna gələndə onu qeyd edin ki, vəziyyəti bilirdi. Yəni, o məlumatı o da bilirdi ki, münəccimdə axı 15 gün keçmiş, ulduzlar toqquşacaq falan. Yəni, halı idi hər şeydən. Mövlana Cəmaləddin gəlməkdə məqsədi nə idi? Hadisənin aradan qaldırılması üçün tədbir görmək. Mövlana hansı tədbirin görülməsini söylədi? Yəni, çarə kimi nə göstərdi? Dedi ki, bu nəs günlərdə, yəni Novruzdan 15 gün keçənədək, bu arada Novruzdan 15 gün keçəndən sonra, yəni keçənədək bu hadisə baş verəcək, əsərin əvvəlində də göstərdi ki, Şah Abbas Səlma Xatunla Novruzdan 3 gün keçmişdi, eyvanda oturmuşdu. Demək ki, hesablayanda bunların 12 günü qaldı. Çarə tədbir görmək üçün 12 günlər qaldı. Bu nəs günlərdə ya Novruzdan 15 gün keçənədək gərək Qiblə-i aləm şahlıqdan əl çəkə və taxt tacı günahkar və ölümə layiq bir nəfərə təslim edir. Belə olduqda ulduzların təsiri həmən günahkarın başına çatlayacaq, çünki o vaxt İran şahı odur. Elə ki, hadisə baş verdi və günahkar fəlakətə yetişdi, o zaman Qiblə-i aləm gizləndiyi yerdən çıxar və yenə taxt taca malik olur. Demək sizə belə açıqlayın bunu. Baxın, əsərin adı nədir? Aldanmış Kəvakib. Kəvakib nədir? Ulduzlar. Yəni, aldanmış ulduzlar. Demək, bunların fikrincə, bu dırnaqarası ağılların fikrincə, bunlar taxta bir nəfər başqa ölümə, yəni layiq olan birini gətirib taxta oturtturmaqla güya göydəki ulduzları alladırlar. Ulduzlar allanacaq, ulduzlar üçün önəmli olan taxta oturan şəxsdir. Ulduzlar allanacaq, bəlanı ona yetişdirəcək. Sonra Şah Abbas gəlir. Yəni, bunların məqsədi göydə ulduzları aldatmaqdır. Əsər ona görə belə adlanır. Mövlana Cəmaləddin nə üçün heç kəsin bu tədbiri bilməsini istəmirdi? İnsanlar bilməli idilər. Qiblə demək, bilməməlidirlər, üzr istəyirəm. İnsanlar bilməməli idilər. Qiblə-i aləmin müvəqqəti taxtdan əl çəkdiyini, ta ki taxta çıxmalı olan günahkarı özlərinə müstəqil padşah bilərlər. Yəni, əhali əgər bilsə ki, bu hökmdar formal şəkildə orada oturub, onda yəni ulduzlar allanmış olmaz. Bunların arzusu yerinə yetməz. Yəni, hər kəs buna inanmalıdır ki, hökmdar odur. Yəni, necə ki, əhalini aldadılar, eləcə də göydə ulduzlar aldadılar. Yəni, bunların məqsədi odur. Sonra hansı tədbiri görülməyini dedim. Demək, Mirzə Cəmaləddinin yəni, göstərdiyi tədbirlər, çarələr. Gərək hərəmxana xatunlarının talağı verilib kəbin kazları cırılır. Sonra onlara deyilə ki, dəxi padşah deyil, adi cəmaatdan olan Abbas Məhəmməd oğluna kəbin kəsdirsin. Hər kim ki, kasıblığa, qənaətə razı olsa, kəbini yenidən kəsilsin. Razı olmayan həmin saat buraxılsın. Bir dəqiqə. Davam edək. İkinci tədbiri bildiniz yəqin ki, yəni hərəmxanada olan Şah Abbasın bütün arvadları ondan boşanmalıdırlar. Sonra könüllü şəkildə kim istəyir ona yenidən ərə gəlsinlər, kim istəmir artıq azad qadın olarlar. Şah, şəriət hökmlərinə görə hədsiz günahkar, öldürülməsi vacib olan kimsə varmı? Deyəndə kim cavab verdi? Mollabaşı Axund Səməd. Bir də bu arada bir şey deyim. Qoy görüm onu suala salmışam mı?
Ola bilsin unutmuşam suallara salmağı. Bilin ki orada bütün arvadlar boşanırlar. Sonra yenidən Şah Abbasa ərə getməyə iki qadından başqa hamısı razı olur. İki qadın yenidən ərə getmir. Onlar artıq azad olurlar. Sonra Mollabaşı Axund Səməd kimin ölümə layiq olduğunu dedi. Dedi ki, Qəzvində bir yaramaz adam meydana çıxıbdı ki, bütün yer üzündə ondan çox günahkar və ölümə layiq adam tapılmaz. Adına Yusif Sərraç deyərlər. Mollabaşı Axund Səməd Yusif Sərrahı nə üçün günahkar hesab edirdi? Niyə ondan belə deyim də zəhləsi gedirdi? Çünki Yusif Sərraçın oğrudan, quldurdan özünə mürid şagird deməkdir. Mürid yığıb həmişə möhtərəm ruhaniləri və parlaq şəriət xadimlərinin zərərinə, pisliyinə danışdığı üçün. Bu, yəni təbii ki, Axund Səmədin fikri idi. Qoysa belə deyim də, əslində Yusif Sərraç mükəmməl dini təhsil almışdı. Dini çox gözəl bilirdi. Ancaq o İsfahanda oxuyarkən, dini təhsil alırkən, ruhanilərin o qədər axmaq üzlərini gördü ki, o qədər küzlüklərini, fırıldaqlarını gördü ki, atası halbuki onu ruhani görmək istəyirdi də. O sonra, yəni, təhsili üzrə işləmədi. Ruhani olmadı. Eyni siz kimi mənə xatırlatdı. Seyyid Əzim Şirvani. Seyyid Əzim Şirvani də mükəmməl dini təhsili var idi, amma həmişə satir alanda elə belə ruhaniləri yıxıb sürürdü. Çünki həmin ruhanilər dinin, İslamın gözəlliyinə olduğu kimi təbliğ eləmirdilər. Onlar dindən sadəcə bir fürsət kimi istifadə edirdilər, öz mənfəətləri üçün istifadə edirdilər. Cəmaatı aldadıb, qorxudaraq, belə deyim də, onları soyurdular, ilan kimi soyurdular. Ona görə Yusif Sərraç da onların hər iki üzünü görmüşdü deyə insanlara anlatmağa çalışırdı ki, yəni bax, nəyə görə siz onlara vergi verməlisiniz, nəyə görə onların dediyi ilə oturub durmalısınız, onlar sizi yönəldir, düzgün yönəltmirlər, yəni onların iki üzünü açıb tökürdü. Ona görə Yusif Sərracın o şagirdləri də vardı, o elə bir ki, sərraçlıq sənətini həm öyrənmişdi Usta Xəlildən, həm də öz şagirdlərinə öyrədirdi, şagirdləri də vardı. Yəni bunları öz şagirdlərinə də təbliğ eləyirdi. Əslində Yusif Sərraç çox düzgün yoldaydı, həyatda doğru yol tutmuşdu. Ancaq Axund Səmədin fikrincə, görürsünüz ki, möhtərəm ruhaniləri özünü qaldırıb qordağın başına, onların əleyhinə danışdığı üçün də məlum məsələdir, Axund Səmədin ondan zəhləsi getməli idi. Mollabaşı Axund Səmədin dediyinə görə Yusif Sərraç ruhaniləri nədə günahlandırırdı? Ruhanilərin avamları aldatmağında. Həqiqətən də ruhanilər cəmaatın, yəni savadsızlığına, cəhalətliliyindən istifadə edərək onları istədikləri kimi yönləndirə bilirdilər. Axund Səmədin dediyinə görə Yusif Sərraç hansı dini hökmləri yerinə yetirməyə lazım bilmirdi. Xums və İmamalı vergisini. Yusif Sərraç həqiqətən əhalinə oyatmağa çalışırdı, onları yəni başa salmağa çalışırdı ki, siz nəyə görə ruhanilərə vergi verməlisiniz? Xums İmamalı vergiləri onlar ruhanilərə gedirdi və deyir, nəyə görə verməlisiniz ki, onu verməyin. Mollabaşı Axund Səmədin dediyinə görə Yusif Sərracın ali və yüksək rütbə sahiblərinə münasibəti necə idi? Kəndxudalardan tutmuş, padşaha dək bütün mənsəb sahiblərini zülümkar, quldur adlandırırdı. Həmişə biçarə xalqı cərimə edib sıxışdırır, təqib edirdilər. Yusif Sərraç ümumiyyətlə kim idi? Qəzvinin kəndlilərindən Kərbəlayi Səlim adlı bir kəndlinin oğlu idi. Yusif Sərraç, Səlim obrazı birdən testə düşər, başqa hansı əsərdə var idi? Yəni Hüseyin Cavidin. Bu Səlim Səlma ortaq cəhət kimi götürmək olar Hüseyin Cavidin ana əsəri ilə, faciəsi ilə. Yusif Sərraç təhsil almaq üçün hansı şəhərə getmişdi? İsfahan şəhərinə. Yusif Sərraç nə üçün ruhani olmaq istəmədi? İsfahan şəhərində ruhanilərin bir çox işlərdə qəlbliyini, qəlb yəni saxtakarlığını görüb istəmədi. Özünü o zümrəyə daxil etsin. Yəni buna görə ruhani olmaq istəmədi. Yusif Sərraç neçə yaşında kimin yanında sərraçlıq sənətini öyrənmişdi? Həmədanda 40 yaşında. Usta Xəlilin yanında 1 il sərraçlıq öyrəndi. Bunu niyə deyirəm? Çünki düzgün fikir, səhv fikir kimi düşə bilər obraz haqqında. Hadisə baş verən ərəfədə Şah Abbas neçə il şahlıq edirdi?
bayaq da vurğuladım. 7 il. Orada çünki Şah Abbasın nitqi var. Deyir, cəmaat indi 7-ci il, cəmaat deyir, indi burada cəmaat çapda səhv düşüb. Cəmaat indi 7-ci ildir ki, mən müqəddəs Allahın köməyi ilə sizə padşaham. O taxtı tərk eləyəndə deyirdi bunu. Şah Abbas taxtdan əl çəkdiyini birinci kimə ərz elədi? Yəni birinci kimə deyildi ki, mən taxtdan əl çəkdim? Sarayın əyan əşrəfinə, yəni sarayın işçilərini yığdı başına birinci olaraq dedi. Şah Abbas taxtdan getməyini ikinci kimə dedi? Hərəmxanadakı hərəmlərinə. Hadisələrin ardıcıllığına görə deyirəm bunu. Birinci sarayın əyan əşrəfinə, ikinci hərəmxanadakı hərəmlərinə, arvadlarına. Hərəmlərin boşanma siğələrini kim oxudu? Şah Abbasdan kim boşadı onları? Tezcə səhvən Molla Axund Səməd salıblar. Yəni Axund boşamadı, onu yadda saxlayın. Molla Rəsul boşadı. Şahın əmri ilə onların kəbin kağızı cırıldı. Molla Rəsul. Hərəmlərin hamısı şaha yenidən arvad olmağa razı oldularmı? 2 nəfərdən başqa bəli, hamı razı oldu. Yusif Sərracı taxta çıxarmaq üçün kimlər gəlmişdi? Yəni, Şah Abbas da getdi, indi yerinə Yusif Sərracı gətirirlər. Kimlər getdi? Mollabaşı Axund Səməd, Sərdar Zamanxan, Vəzir, Müstövhi Yəhya, Mövlana Cəmaləddin, Münəccimbaşı, yəni o bizə Sədrəddin, möhtərəm ruhanilər, əzəmətli seyidlər, əyan əşrəf, sarayın əyan əşrəfləri və mənsəb sahibləri, yəni bütün vəzifə sahibləri. Ağlınıza gələn, yəni kim var idisə, hamı gedib Yusif Sərracın arxasınca onu taxta gətirməyə. Yusif Sərracla danışmaq üçün birinci kim qabağa yeridir? İlk sözə kim başladı? Mollabaşı və Sərdar Zamanxan. Mollabaşının sən bugün bizim padşahımızsan cümləsinə Yusif Sərrac necə reaksiya verirdi? Çox təəccübləndi. Bilmədi ki, bu nə işdir başına gəlib. Çünki ona İranda çox möhtəbər bir şəxsdir. Yəni başqası desə inan, belə deyim də, inanmaz, deyərdi məni ələ salır, zarafat edir, amma İranın çox möhtəbər bir şəxsi. Yəni o vaxt bilirsiniz ki, Axundlar çox böyük hörmət sahibi idilər, sözü keçərli bir insan idilər. Hətta bəzən onlar məhkəmə işlərinə də qarışırdılar. Ona görə bu möhtəbər şəxsin bunu deməyi onu çox təəccübləndirdi. Yusif Sərracı kim inandırdı şah olduğuna? Sərdar Zamanxan. Yəni əvvəlcə Molla Axund danışdı. Molla Axund deyərkən, yəni Axund Səməd. Mollabaşı Axund Səməd. Birinci o danışdı, Yusif Sərrac inanmadı. Amma Sərdar Zamanxan onu inandırdı. Yusif Sərrac məsələnin əslini kimdən öyrəndi? Artıq saraya gəldi, taxta oturdu. Məsələnin əslini, yəni olub bitən hər şeyi gerçək kimdən öyrəndi? Sarayın xacəsi var idi, Xacə Mübarək. Xacə Mübarəkdən öyrəndi. Yəni Xacə Mübarək də niyə hər şeyi açdı, ona danışdı? Çünki çox saf və sadiq adam idi. Saflığından hər şeyi bilirdim, daşdı deyil. Yaxşı, Yusif Şahın ilk icrası nə oldu? Yəni, Yusif artıq taxta əyləşib, indi başlayır addım atmağa. İlk addımı nə oldu? Çox düzgün addım atdı. Axund Səməd, sonra Sərdar Zamanxan, Mirzə Möhsün, Mirzə Yəhya, Münəccimbaşı, o Mirzə Sədrəddin, Mövlana Cəmaləddin hamısını Ərk qalasında zindana saldı. Bu Ərk qalasının adında soruşurlar sizdə. Ərk qalasını zindana saldırdı. Yəni çevrəsini təmizlədi. Yusif Şah qızlarına demək, zinət otağından nə göndərdi? Özə bunu kimlə göndərdi? Həyat yoldaşına bir də qızlarına evinə hədiyyələr göndərir. Bunu kimdən göndərir? Xacə Mübarəkdən. Gəlin görək nə göndərdi. Yada saxlayın. Hər birinə bir gül, qızlarını deyirəm, bir cısırğa, bir yüzük, bir boyunbağı, bir dəst paltar, bir riyazi şal. Bəs arvadı üçün də göndərdi. Bir dəst paltar, bir riyazi şal ayırdı. Baxın, arvadıyla qızlarına, demək ki, qızı var idi də, qızlarına paltar və şal. Arvadına sadəcə paltar və şal göndərdi. Qızlarını görünür ki, arvadından daha üstün tutur. Qızlarına həm də zinət əşyaları göndərdi. Demək, üzük, boyunbağı, sırğa, bir də hərəsinə bir gül. Amma arvadına təkcə paltar və şal. Oğluna nə göndərdi? 2 qız bir oğlu var idi axı.
Daha doğrusu oğlanları var idi. Neçə oğlu var göstərmir, amma qızları və oğlanları deyir. Cəm halında deyir. Yəqin ki, demək, ən azı 2-dən artıqdır. Oğlanlarını isə hüzuruna göndərməyə tapşırdı. Onları heç nə göndərmədi, saraya gətirməyini əmr elədi ki, götür özündən gəl. Yaxşı, Yusif Sərrac zindana saldırdığı Əyan-ı Əşrəfin yerinə kimləri təyin etdi? Öz dostlarına. Gəlin görək kimin yerinə kimi qoydu. Mollabaşı mənsəbini o Axund Səmədin yerinə Molla Ramazanı qoydu. Sərdarlığı, yəni Sərdar Zaman xan yerinə kimi qoydu? Qurban bəyi. Vəzir Mirzə Möhsün onun yerinə kimi qoydu? Mirzə Cəlil. Mirzə Möhsün, Mirzə Cəlil. Yadda saxlayın. Müstəfi, o Yəhya var idi. Yəhyanın yerinə kimi qoydu? Zəkini. Yaxşı, hansı mənsəbi xeyri olmadığı üçün ümumiyyətlə ləğv elədi? Mənsəb yəni vəzifəni. Hansı vəzifəni ümumiyyətlə ləğv elədi ki, yəni bu lazımsız bir vəzifədir. Münəccim başı vəzifəsi. Çünki onlara inanmırdı. Yusif Sərrac hansı sahələr üzrə islahat keçirdi? Baxın, gəldik əsərin əsas yerinə, əsas məqamına 6 islahat keçirib. 6 islahat. Gəlin görək hansı sahələrdə islahatlar keçirib. Dövlət işləri ilə bağlı islahatlar, vergi islahatları, abadlaşdırma islahatları, dini islahatlar, əhalinin rifahını, yəni yaxşı yaşayışını yaxşılaşdırma islahatı, bir də məhkəmə islahatları. Gəlin bunların bir açıqlamasını verin. Dövlət işləri ilə bağlı gəlin görək hansı addımlar atdı. Tamam vilayət hakimlərinə elannamə və təqidli hökm göndərilsin ki, bu gündən sonra şərəfli şəriətin icazəsi olmadan bir müsəlmanı bir şey almaq məqsədi ilə sıxışdırmağa heç biri cürət etməsin və bacarmasınlar ki, məhz öz keyfləri istədiklərində bir kəsi cərimə edələr ya qətlə yetirələr və ya burun qulağını kəsələr, gözünü çıxardalar. Demək ki, bu halların hamısı baş verilmiş. Öz başına kim istəyir öldürür, kim istəyir qulağını kəsir, gözünü çıxarır. Bunu daha doğrusu vəzifə sahibləri eləyirdi. Yerli əhaliyə deyim də, belə bu zülmü eləyirdilər, bu divana tuturdular. Hökmən əlavə, hər bir vilayətə inanılmış baxıcılar təyin edilsin, gedib vilayətlərin əhvalından və xalqın ehtiyacından xəbərdar olub gəlib danışsınlar. Yusif Şah bu baxıcıları hüzuruna istəyib dedi. Demək, vilayət hakimlərinə bu əmri göndərdi ki, yəni öz başınıza heç kimin qulaq burnunu kəsməyin, istədiyiniz vaxt heç kimi cərim eləməyin, sıxışdırmayın, sonra onun burun qulağını kəsməyin, yəni zorakılıq eləməyin, bunu yığışdırın. O vilayət hakimlərinə də nəzarətçi üçün o baxıcı onu deyir. Onlara da xüsusi nəzarətçilər təyin elədi. Onları hüzuruna çağırıb, gəlin görək nə tapşırıqlar verir. O misal var, harada deyirdi onu? Komitəxanada deyirdi, nazarata nazarat. İndi onu kimi nəzarətə nəzarət, onlara da nəzarət etmək üçün xüsusi baxıcılar təyin etdi. Gəlin görək bunlara nə tapşırıq verir. Vilayətlərin hakimlərinə mənim tərəfimdən elan edərsiniz ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar. Demək, bu hadisələr var imiş. Yəqin bilsinlər ki, bu növ hərəkətlər axırda onların özlərinin bədbəxtliyinə və ölümünə səbəb olar. Vilayətlərə elannamələr göndərdi ki, bundan sonra bir şəxs şaha, dövlət adamlarının və şah qapısının nökərlərinə peşkəş verməyə, ayağının altına qiymətli bir şey salmağa cürət etməsin və heç kəs peşkəş vasitəsilə hakimiyyət qazanmağın təmannasında olmasın. Hansı ki, Mirzə Möhsün vəzir deyirdi ki, şah kimin yanına gedər, şahın məmurları kimin qapısına getsə, ayağın altından qumaş parçalar sərsinlər, pul versinlər, bəxşiş versinlər, tutduqları vəzifəyə görə. Bax, indi onun, o Mirzə Möhsünün elədiklərinin tam əksini deyir. Tam əksini eləməsinlər deyir. Bunu kimə dedik? Bunu baxıcılar var idi. O vilayət hakimlərinə nəzarət etmək üçün təyin etdiyi baxıcılar. Bunları onlara dedi. Yəni onlar vasitəsilə o vilayət hakimlərinə ismarış göndərir. Deyir, səltənətin mədaxilinin, yəni gəlirinin artırılması üçün də qərar qoydu ki, tacirlər,
bəyzadələr, xanəndələr, şahzadələr, hətta ruhanilər, seyidlər və başqa xalq sinfi əmlakının mədaxilindən şəhərlərdə 1/10, bax diqqət olun, testdə var bu, şəhərlərdə 1/10, kəndlərdə 20/1 hissəsi xəzinəyə verilsin. Baxın, bütün o vəzifə sahibləri, belə deyim də, ölkənin o elit təbəqəsinə vergi qoydu. Halbuki onlar vergi alırdı, vergi vermirdi. Bu onlara vergi koydu. Ama Şah Abbasın vaxtında bütün vergilər o aşağı hissəsi və kasıb təbəqədən alınırdı. Şəhərdə yaşayan o vəzifə sahibləri, təkrar edirəm, 1/10, gəlirlərinin, qazançlarının 1/10-ni. Amma kənddə yaşayanlar, kənd yeri biraz şəhərdən geri olduğu üçün 20/1-ni xəzinəyə versinlər. Qoşun xalqının, xidmətçilərinin məvacibi, maaşı əsla çatmamış qalmasın ki, səltənətin nöqsanıdır. Belə ki, həmişə vilayət xəzinəsindən təxirsiz verilsin. Yəni, heç təxirə salınmasın onların maaşı. Qanun vaxtında qanuni şəkildə verilsin maaşlar. Alışveriş edənlər üçün əmlakın qiymətindən xəzinənin nəfi, yəni xeyri üçün tümənə 5 şahı təyin olunsun. Alışveriş edənlər, o alver adamları əmlakın qiymətindən, yəni aldıqları, satdıqları o əmlak ki var, onun qiymətindən, yəni məsələn bir dənə misal üçün də ev mi almışam, o evin əmlakın qiymətindən, satdığım və ya əmlakın qiymətindən 5 şahı təyin olunsun. Xəzinənin xeyri nəfi üçün. Orada elə bil ki, alqı-satqı etdiyin hər şeydən verdiyimdə vergi kimi ödə. Vergi islahatları gəlin görək neynədir? Əmr etdi ki, vergi məbləği orta miqdara dək azaldılsın. Vergini azaltdı. Buyurdu ki, dini vergilər hər yerdə sədaqətli adamlardan 4 nəfərə tapşırılsın. Yəni, dövlətə sadiq adamlar ki var, 4 nəfərə tapşırılsın. Vilayətin füqərasına dəftər üzü ilə sərf olsun və hesabı divana gətirilsin. Füqaranın bəzisi dini vergilərdən fayda alıb, bəzisi məhrum qalmasın. Əmr etdi ki, xümus və imamalı verilməsin. Demək, dini vergiləri 4 nəfərə tapşırdı. O işlə onlar məşğul olacaq. Xümus və imamalı vergisini əsərin əvvəlində demişdim, o ruhanilərə çatırdı, onu ümumiyyətlə ləğv elədi. Abadlaşdırma islahatlarına gəlin baxaq. Hansı ki, Sərdar Zamanxan dağıdıb xaraba qoymuşdu. Gəlin görək ölkədə necə abadlıq işləri görülür. Əmr etdi ki, hər yerdə yollar təmir olunsun, lazım məqamlarda və mənzillərdə körpülər, karvansaralar tikilsin, hər vilayətdə xəstəxanalar qayrılsın, mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın. Qəzvinin küçələri genəlsin, küçədə açıq olan quyular örtülsün ki, gedib gələn onlara düşməkdən hifz olunsunlar, yəni qorunsunlar. 4-cü dini islahatlar. Gəlin bura baxaq. Vilayətlərdə hər kef istəyən öz başına özünü ruhani sinfinə daxil etməsin. Bu xüsusda mollabaşıdan icazə istəsinlər. Demək, bunların özünü ruhani adlandırması üçün icazəsi olmalıdır. Ruhani sinfi hər yerdə xalqın ehtiyacına kifayət edəcək miqdardan artıq olmasın. Şeyh xatırlatdı mənə, o Seyyid Əzim Şirvani deyirdi, Qafqaz müsəlmanlarının xitab əsərindəki 50.000 seyid, 50.000 tələbə, hətta onlar yetmirmiş kimi onların şagirdləri də var. Yəni, lazımı qədər bir kəndə nə qədər ruhani bəs edər ki? Çox az sayda. Bütün ruhanilərə dolanacaqlarına kifayət edəcək qədər xəzinədən maaş təyin etdi ki, səltənətə möhtac olsunlar. Mənsəb sahiblərini şahın xidmətində zülm əhlinə çevirməsinlər. Yəni, ruhanilərə də maaş təyin elədi ki, yəni, gəlirini gedib xalqı sıxışdıraraq onlardan almasın da, ehtiyacını onlarına ödəməsin. Əhali rifahını yaxşılaşdırmaq islahatları. Deyir, dullara, yetimlərə, şillərə, körlara yardım və himayət göstərilsin. Bizim sosial kimi. Sonra Miraxur yay fəsli padşahlıq atlarını yaylağa aparıb. Miraxur uşaqlar atlara baxana deyirlər. İlxıcı kimdə belə deyim, ilxın başına duran. Yayda deyir, padşahın atlarını yaylağa aparsın. Bəslənmə bəhanəsi ilə ətraf xalqına bunu eşidir ki, Miraxur yay fəsli padşahlıq atlarını yaylağa aparıb. Bəslənmə bəhanəsi ilə ətraf xalqına çox əziyyət və demək,
cəfa yetirir, onları çapıb talayır. Ay, ay, ay. Demək, bunu Miraxur edirdi. Fürsətdən istifadə. Öz adamlarını təyin etdi. O Miraxurun yerinə də öz adamlarını təyin elədi. Bahalıq olduğu üçün Qəzvinin füqarasına padşahlıq anbarından buğda verilsin. Bilikli adamlardan, mahir quyuqazanlardan bir müşavirə məclisi düzəltdirib, Qəzvinə su çıxarmaq üçün danışıq olsun, tədbir və təkliflər padşaha təqdim edilsin. Burada bu əsərdə mən bir şeylə razılaşmıram. Əsərin iki yerində biraz uyğunsuzluq var. Necə? Bir-birinə zidd olan. Yadınıza gəlir əsərin əvvəlində Mirzə Yəhya danışanda ki, o qoşun başçılarının ki maaşını kəsirəm, amma deyirdi, İranda ucuzluq olduğu üçün heç kim səsini çıxarmırdı da dolana bilirdilər. Orada deyir, İranda ucuzluqdur. Burada da deyir, bahalıq olduğu üçün Qəzvinin füqarasın. Burada da deyir, bahalıq olduğu üçün. Bax, bu iki söz bir-birinə zidd olan bir şeydir. Əsərdə belə bir ziddiyyət var. Məhkəmə islahatları, sonuncu islahat, gəlin bura baxaq. Məhkəmə işləri ki, səltənətin ən mühüm işlərindəndir. Ruhanilərin əlindən alınıb. Ruhanilər məhkəmə işində yönəldilmiş. Baxın. Mənsəb sahibləri içərisindən doğruçul olanlara həvalə edilsin. Yəni, məhkəmənin, belə deyim də, öz işçiləri olmalıdır. Molla nəyə görə gedib kimsə həyatın taleyini həll eləməlidir? Ona görə mənsəb sahibləri elə məhkəmə işlərini öz işinin peşəkarı olanlara tapşırdılar. Millət məhkəmə cəhətindən özlərini ruhaniyə möhtac görüb, təhcə onlara müraciət etməsin və səltənətdən uzaq düşməsinlər. Yusif Şah bu islahatları hansı müddət ərzində həyata keçirdi? Yəni, bu qədər 6 islahatı bir həftə ərzində həyata keçirdi. Mollabaşı Axund Səməd kimdən eşitdi ki, onun mənsəbini Molla Ramazana veriblər? Ərk zindanında Dustaxxana məmurundan. Ərk zindanında, təkrar edirəm, Dustaxxana məmurundan, işçisindən yəni. O da qüssədən, kədərdən ürəyə partlayır, ölür bunu eşitəndə. Üsyan kimlərin başçılığı ilə başladı? Vəzifədən çıxarılmış məmurların, onlar cəmaata fitnə fəsad törətdilər aralarında. Vəzifədən çıxarılmış məmurlar, olan başçılığı da başladı. Vəzifədən çıxarılmış məmurlar nəyi fürsətə çevirib üsyana hazırlaşırdılar? Xalq daha Qəzvinin qala qapılarından adam şapkalarının asıldığını görmədi. Cəlladların şəhər meydanında insanları edam etmələrini müşahidə olmadılar. Bu məsələ onlara xeyli qəribə göründü. Kimisi dedi, şah rəhimli adamdır. Kimisi dedi, yumuşaq təbiətli adamdır. Başladılar şaha eyib axtarmağa. Bu niyyəti fürsətə çevirdilər. Baxın, hər şey öz axarı ilə gedir, hər şey gözəl, hər şey yolunda gedir. Baxın, Yusif Sərracın bu rəhimli olmağı, yumuşaq təbiətli olmağını artıq bilirsiniz necə fürsətə çevirdilər, zəif adam kimi. O vəzifədən çıxarmış məmurlar onu haliyə, yəni bu onun zəifliyidir. Hökmdar dediyin, belə deyim də, xalqı qorxu altında saxlayar, baskı altında saxlayar, hökmdar dediyin zəhmli olar, zalim olar. Yəni, bunu onun zəifliyinə yozdular. Üsyan nəticəsində Yusif Şahın aqibəti necə oldu? İtkin düşdü. Bilirsiniz ki, bu əsərin mövzusu bilməyənlər üçün deyim. İskəndər Münşinin tarixçi bir əsəri var. Hekayəti, görün, tarixçi əsərin adı necə idi? Hekayəti Aləm Arayə Abbasi. Tərcüməsi, yəni dünyanı bəzəyən Abbasinin tarixi kitabı, o kitabdan götürülüb mövzusu. Yəni, bu olanlar həqiqətən həyatda olub. Sadəcə Axundzadə ona belə deyim də bədii don geyindirib və sanki obrazına qıymaq istəməyib. Reallıqda o tarix əsərində üsyan nəticəsində Yusif Şah öldürülür və bəhanə də nə edirlər ki, Yusif Şahın evində şərab tapırlar. Dində də bilirsiniz ki, şərab günahdır. Onun evində şərab tapırlar ki, o, yəni, belə deyim də, dindarlarla çox şeydə eyni düşüncəsində deyildi. Ona görə onu öldürdülər. Bəhanə də o şərabı elədilər. Amma burada Axundzadə sanki obrazını, belə deyim də, öldürmək istəməyib. Ona görə itkin saldı. Əsərin sonunda Yusif Şah itkin düşdü. Amma aqibəti necə oldu, hara getdi, nə elədi, bu artıq bilinmir.
Sərdar Zamanxanı, Vəzir Mirzə Möhsünü, Müstəfi Mirzə Yəhyanı, Mövlana Cəmaləddini və Münəccimbaşını kimlər zindandan azad edib gətirdilər? Üsyan başçıları. Məlum şəxslər Şah Abbası gizləndiyi yerdən, yəni o üsyan başçıları, məlum şəxs onlar deyirəm, Şah Abbası gizləndiyi yerdən çıxarıb Şah sarayına gətirdilər. Hər iş köhnə qərar üzrə, yəni öz axarından getdi. Şah Abbasın zülmkarlığının əlaməti nə idi? Yəni biz nədən bilirik ki, o zülmkar hökmdardı? Demək, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Axundzadə bu əsəri neçənci ildə yazıb? 1857-ci ildə. Əsərin mövzusu və süjeti haradan götürülüb? Bayaq dediyim kimi, Hekayət Aləmarayı, Tarix Aləmarayı Abbasi. İskəndər Müşin əsəridir. Yaxşı, əsərdə satirik surətlər kimlərdir? Baş vəzir Mirzə Möhsün, Maliyyə naziri Mirzə Yəhya, Hərbiyə naziri, hərbi nazir Sərdar Zamanxan, Mollabaşı Axund Səməd. Bu surətlər şahın məşvərət məclisində özlərini, öz dillərini ifşa edirlər. Sanki dili, belə deyim də, obrazı öz dili ilə ifşa etmək, sabir üslubu burada da özünü göstərir. Ədəb burada özünü ifşa üsulundan istifadə edir. Demək, baş vəzir Mirzə Möhsün, Maliyyə naziri Mirzə Yəhya, Hərbiyə naziri Sərdar Zamanxan, Mollabaşı Axund Səməd üçün ortaq cəhətləri nə idi? Yaltaqdılar, səriştəsiz, yəni təcrübəsizdilər. Vətənə, xalqa münasibətdə biganədirlər. Ortaq cəhət kimi götürə bilərsiniz. Axundzadənin dövlətin idarə olunmasındakı mütərəqqi ideyalarını nə əks etdirib? Yusif Sərrac surətini yaratması. Bax, o Yusif Sərracın apardığı islahatlar ki var idi, əslində Axundzadənin öz ürəyindən keçən şeylər idi. Yəni, ölkə bu şəkildə idarə olunmalıdır. Yusif Sərracın vasitəsilə bunu vermişdi. Müəllifin 19-cu əsrin 50-ci illərində dövlət, onun idarə olunması ilə bağlı qənaətləri nə əks elətdirdi? Yusif Sərrac obrazı və onun həyata keçirmək istədiyi islahatlar. Axundzadə mühafizəkar feodal cəmiyyətinin, mühafizəkar bir söz nə deməkdir? Köhnə fikri, inkişaf eləməyən, yeniliyə açıq olmayan, köhnə adət-ənənələrdən bərk yapışan mühafizəkar bu deməkdir. Mühafizəkar feodal cəmiyyətinin, onun ədalətsiz üsuli idarəsinin, ictimai eyblərini necə ifşa elədi? Şah Abbas və onun vəzirinin simasında. Sonra bizim qaldı nəyimiz? Bizim qaldı Hekayət Müsyo Jordan Həkimi Nəbatat və Dərvişi Məstəli Şah Cadükini məşhur. Bu uzunluqdadır. Gəlin, baxaq indi bunun sual cavabına. Demək, neçə məclisdən ibarətdir? 4 məclisdən. Birinci məclis neçənci ildə harada vaqe olur? Qarabağ vilayətində, Təklə Muğanlı oylağında 1263-cü ildə. Birinci məclis hansı hadisə ilə başlayır? Şərəfnisa xanımın ikinci damda ağlaya-ağlaya yun draması ilə. Bacısı Gülçöhrə onunla niyə ağladığını soruşanda nə reaksiya verir? Səbəbini demir, onu itələyir. Şərəfnisə niyə ağlayırdı? Şahbaz bəy Parisə getdiyi üçün. Şahbazın Parisə gedəcəyini Şəhrabanu xanıma kim deyir? Şəhrabanu Şərəfnisənin anasıdır, Şahbaz bəyin qaynanasıdır. Şəhrabanu xanıma kim deyir? Şərəfnisə, qızı Şərəfnisə o ağlayan. Şahbaz bəyin neçə gündən sonra gedəcəyini deyir anasına? 10 gündən sonra. Şahbazın gedəcəyini Şərəfnisəyə kim demişdi? Yəni, hardan bilirdik ki, Şahbaz 10 gündən sonra gedir? Şahbaz özü demişdi. Şahbazın hara getdiyini Şəhrabanu xanım soruşanda Şərəfnisə nə deyir? Deyir, Şahbaz 10 günə gedir. Deyir, ay qız, hara gedir? Nə bilim, Firəngəmi, Parisəmi, adı batsın, dilim yovuşmur. Şəhrabanu Şahbazın kimlə gedəcəyini soruşanda Şərəfnisə nə cavab verir? Yəni, kimdən gedir? Oralar tanıraq tək gedə bilməz. Müsyo Jordandan. Şəhrabanu xanım Müsyo Jordanı necə adlandırır?
necə adlandırır? Çör-çöp döşürən. Döşürən yəni toplayan. Çör-çöp döşürən yəni toplayan Frank. Deyir, hansı Monsieur Jordan çör-çöp toplayan deyir o Frank. Şahbaz bəyə çağıranda, demək çağırmağa kim gedir? Gülçöhrə. O balaca qızı Gülçöhrəni göndərir ki, deyir, get Şahbazı bura çağır görüm. Qaynana əsəbləşib. Şahbaz bəy kimdən icazə almamış gedə bilməyəcəyini deyir? Əmisindən. Yəni deyir ki, narahat olma da, əmi dostunuz. Mən deyir, əmindən icazə almamış heç yerə gedəsi deyil. Əmisindən kimin rüsxət alacağını deyir? Monsieur Jordan. Monsieur Jordan deyir, əmimdən icazə alıb, sonra məni aparacaq deyir, öz başıma gedə bilmərəm. Hatəmxan ağanı çağırmağa kim gedir? Yenə Gülçöhrə. Burada elə Gülçöhrəni kimsə çağırmağa göndərirlər. Bir vasisə kim istifadə ediblər. İkinci məclis nə ilə başlayır? Bura kim birinci məclis idi? Hatəmxan ağanı Gülçöhrə gedir çağırmağa. Bura kim birinci məclis idi? İkinci məclis nə ilə başlayır? Şahbaz bəyin getməyinin müzakirəsi ilə. Hatəmxan ağa Monsieur Jordanı necə adlandırır? Həkim sahib. Monsieur Jordan Şahbaz bəyi niyə aparmaq istəyirdi? Frank dilini öyrətmək üçün. Frank dilinə həvəsi var idi. Frank yəni fransız dili. Şahbazı deyirdi ki, yəni gedək orada dili daha tez öyrənərsən. Şahbaz bəy özünü kimlə müqayisə edir? Tiflisə ağ çıxarmaq üçün izin almağa gedəndə Allahverdi bəyin oğlu Tarverdi bəy Varşava Polşanın paytaxtı. Frank dilini öyrəndiyi üçün hər məclisdə ondan hörmətli idi. Demək, özünü kimlə müqayisə elədi? Allahverdi bəyin oğlu Tarverdi bəy. O Frank dilini bilir deyə, yəni məclislərdə məndən deyir, üstün olur o. Bu sanki onun yanında özünü belə bilinib, silmiş hesab edir. Yaxşı, Hatəmxan ağa cavabında nə deyir? İnsana ağıl lazım olduğunu bir dili artıq bilməklə ağlın artmayacaq ki. Məcbursan bunu öyrənməyə. Hatəmxan ağa da belə deyim də, əvvəlcə razı deyildi, istəmirdi. Hatəmxan ağa Paris əhli ilə onların arasında hansı fərqlərin olmasını deyir. Burada bu müzakirədə bax ikinci məclis nə ilə başladı? Getməyin müzakirəsi ilə. Orada kimlər oturmuşdu? Şahbaz bəy idi, Monsieur Jordan idi, Hatəmxan ağa və Şəhrabanu. O da ağzından yamşaq tutub oturub orada müzakirə gedir. İndi Hatəmxan ağa başladı fransızlarla, yəni Paris əhalisi ilə öz əhalisini müqayisə etməyə. Gəlin baxaq bunların arasındakı fərq nədir? Deyir ki, bizdə hər adət və xasiyyət var isə, onun əksi Paris əhlindədir. Yəni bizim tam əksimizdədir də sizin adət-ənənələriniz. Deyir, biz əlimizə həna qoyarıq, həna yanıqına, onlar qoymazlar. Biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar. Tük o əlavə ki, saç qoyurları başlarına onu deyir. Biz papaqlı oturarıq, onlar başı açıq oturarlar. Biz başmaq geyərik, onlar çəkmə geyərlər. Biz əlimizlə xörək yeyərik, onlar qaşıqla. Biz aşkara peşkəş alarıq, yəni biz açıqcasına, açıq göz görə peşkəş rüşvət alarıq, onlar gizlin alır. Biz hər zada inanırıq, onlar heç zada inanmırlar. Bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun. Bu sənə şagirdlər biraz yanlış anlamışlar. Deyirlər, mənim əslində xaricdə gödək geymirlər. Bizim deyir, o vaxtda qadınlar hamısı uzun geyinib. Mən bunu onlara necə izah elədim? Burada gödək uzun deyərkən söhbət nədən gedir? Fransız xanımlarının geyindiyi o donlar, paltarlar həddindən artıq uzun idi. Yeriyəndə yerinə sürünürdü. Yəqin ki, televizorda, sosial şəbəkələrdə görərsiniz. Yerinə sürünürdü. Amma bizim Azərbaycan qadınları, bilirsiniz, onların işlərinin çoxu daimi çöldə olduğu üçün evə girirlər, çölə çıxırlar, yəni işin çoxsu çöldə, evdə. Ona görə onlar gödək deyərkən topuqdan, belə deyim də, bir qarış yuxarı. Yəni, bizim Azərbaycan qadınlarının donu yerinə sürünmür də, fransızlar kimi. Topuqdan yuxarı, yerə dəyinir. Gödək bunu deyir, da demir dizdən yuxarı. Monsieur Jordan Şahbaz bəy üçün ikinci iş olaraq nə edəcəyini deyir. İkinci iş, bir fransız dilini öyrənməyə aparır. İkinci iş, Şahbaz bəyi kralla tanışdırmaq və Monsieur Jordana olunan yaxşılıqların, zəhmətlərin əvəzində bəxşəyiş alıb vermək.
Burada Hatəmxan ağanın artıq o ağalıq xüsusiyyəti ortaya çıxır. Bayaq Hatəmxan ağa yəni razı değildi Şahbaz bəyin getməyinə. Deyirdi ki, yəni bir dil bilməklə sən ağlın artası deyil ki, insana ağıl lazımdır. Özü ki deyirsən rus dilini bilirsən də, sənə təhsil vermişəm. Təhsil almışdı Şahbaz. Tiflisə gedib orada öyrənib. Amma kral söhbəti ortaya düşəndə ki, Müsyo Jordan deyir, mənə siz bu qədər yaxşılıq edirsiniz, hörmət edirsiniz. Mən onun əvəzində kraldan bəxşiş hədiyyə alıb Şahbaz bəydən sizə göndərəcəm. Şahbaz bəy kralla tanış edəcəm. Bax, kral adı keçəndə artıq Hatəmxan ağa fikrini dəyişməyə başlayır. Müsyo Jordan Şahbaz bəyin hansı müddətə gedib gələcəyini deyir. Deyir, 1 il çəkməz gedib qayıdarıq. Şahbaz bəyin Parisə getməyinə Hatəmxan ağa razı olanda, kral adını eşidəndən sonra razı oldu. Şəhrabanu xanım razı olurmu? Xeyr. Parisə getməyini, kraldan bəxşiş almağını, mərifət əhli olmasını istəmir. Yəni. Şəhrabanu xanımın kral da gözündə deyir, yetər ki Şahbaz getməz. Bunlar qorxur ki, qadın tayfasında belə deyim, bunlar qorxur ki Şahbaz oraya gedər, Frank qızlarını görər, onlara ilişib qalar orada, geri qayıtmaz. Bunların da əlində toyu var, 10 günə toydu. 3-cü məclis necə başladı? 3-cü məclis Şəhrabanu xanımın xan pəridən Şahbaz bəyin Parisə getməsinin qarşısını almaq üçün əlac istəməsi ilə. Xan pəri onların belə deyim də qulluqçusuydu. Ona deyir ki, bəs Şahbaz gedir, əlac ilə də neyniyə bilərik? Xan pəri nəyə məsləhət bilir? Deyir, qonşuluqdakı Ağcabədi kəndində Qızılbaşdan gələn Dərviş Məstəli Şahın cadusunun gücündən istifadə etmək. Bax, bu cadugəri təklifini, cadu etmək təklifini xan pəri irəli sürdü, qulluqçu. Bunu Şəhrabanu eləmədi. Demək, hardadır bu? Ağcabədi kəndindən Qızılbaşdan gələn Dərviş Məstəli Şah. Şahbaz bəy kimlə dialoqunda yaşadığı yeri qamışlıq adlandırdı. Şərəf Nisəli. Orada belə deyir, mən qalmışam bu qamışlıqda adsız, sansız, mənim taytuşlarım tamam mərifət sahibi olublar. O bayaq Tarverdiyin oğlu var idi ki, özünü müqayisə edirdi ondan. Onu deyir. Sonra Şərəfnisə hansı şəhərə getməyi məsləhət görür? Tiflisə. Çünki oraya gedib gələn var idi, xəbər ala biləcəkdi. Yəni deyir, Fransaya getməkdənsə, Parisə getməkdənsə deyir, Tiflisə get də. Yəni bunlar xəbər ala bilsin də, əlaqə kəsilməsin. Ora getsə əlaqə kəsiləcək kimdir, ora gedib gəlir. 4-cü məclis, sonuncu məclis necə başlayır? Məstəli Şahın xanımlarla görüşməsi ilə. Artıq gəlib Məstəli Şah. Məstəli Şah bu cadunun kimin başında çatlayacağını deyir. Ya Parisin, ya da Müsyo Jordan. Deyir, necə cadu eləyir? Yəni Parisin mi başında çatlasın, Müsyo Jordanın mı? Məstəli Şah nə üçün Şahbaz bəyə cadu etməyi istəmirdi? Niyə Şahbaz eləmirdi? Elə Müsyo Jordan və Parisdən tutub. Şahbaz bəyə əl vursam, gərək bədəninə cin müsəllət edim deyir. Ola bilər ki, o bu işdən qorxsun. Ya ağlına xələl gəlsin, ya azarlasın, ya çolaq olsun. Yəni, güya bu Şahbaz bəyə cadu eləsə, bu cini salacaq Şahbaz bəyin canına. Yəni, bu da çox pis fəsadlar verə bilər, ağlını itirə bilər, havalana bilər, çolaq ola bilər, xəstələnə bilər, qorxudan yəni bu hallar ola bilər. Məstəli Şah niyyətinin nə olduğunu deyir. Deyir, Mərrix ulduzuna qeyd edim ki, Müsyo Jordanın boynunu vursun. Belə bir təklif irəli sürür. Mərrix ulduzuna deyir, Müsyo Jordanın boynunu vursun. Məstəli Şah öz gücünü göstərmək üçün nə deyir? Özünü tərifləyir. Nə deyir? Deyir, 11 il bundan qabaq Araz qırağına gəlmişdim. İstəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedim. Hər iki mahalın xalqı mənə mane oldu. Mən də qəzəblənib əcinnələrə, ifritələrə əmr etdim ki, bu mahalların damlarını qaldırıb yerlə yeksan etsinlər. Güya. Parisi dağıtmaq üçün Məstəli Şah nə etmək istəyir? Parisin heykəlini bərpa etmək və onu dağıdaraq oranı dağıtmaq. Orada Parisin o Eiffel qülləsinin belə fiqurunu qurur ki, ora Parisdir. Belə sonra taxtalardan belə
balaca evlər qurur. Güya də orada Parisi yaratdı da. Bu onu dağıdanda orada da Paris dağılmalı idi. Şəhrabanu xanım Şahbazın getməyində günahkar kimi görür? Monsieur Jordan'ı. Deyir ki, biçarə Parijlilər nə edib ki, evlərin, imarətlərin başına yıxa. Hamısı çöp yolan Monsieur Jordan'ın işidir. Burada Şəhrabanu xanımın xarakteri də ortaya çıxır. Baxın, belə baxanda görürsünüz, insanları düşünür, istəmir. Yəni, bir Monsieur Jordan səhv ucbatına bütün Fransa xalqının evlərinin o şəkildə düşməsi, xaraba qalmasına ürəyi yol vermir. Məsələ Şah Parisdə dağıtmaq üçün nə qədər pul istəyir? 100 bacaqlı. O 100 bacaqlı da onların toy xərci idi. Bu arada onu vuruluyum. Hatəmxan ağa Monsieur Jordan niyə tez getməyinin səbəbini soruşanda nə deyir? Orada tələsik getməli olur. Fransanın dağıldığını, kralın taxtdan salındığını və İngilisə qaçdığını deyir. Artıq məsələ Şah partladı. O fırıldağını həyata keçirib. Həmin anda da bilirsiniz ki, Fransada inqilab baş verdi. Tam üst-üstə düşdü. Əslində, Axundzadə bu əsəri yazmaqla göstərmək istəyir ki, ola bilər ki, həyatdakı hadisələrlə o falçıların, fırıldaqçıların dedikləri təsadüfdən üst-üstə düşə bilər. Bu təsadüf də onların, belə deyim də, nüfuzunu artırmış olur. Bax, bu əsəri ona görə yazılır əslində. Monsieur Jordan qapını döyəndə kim açır? Şəhrabanu xanım. Monsieur Jordan Hatəmxan ağa və Şahbaz bəyi çağırarkən kim onlara xəbər verir? Heç kim. Yatdıqları yerdən, yuxudan oyanıb gəlirlər. O qapını döyəndə belə o səsə hamısı oyanıb gəlir. Monsieur Jordan xəbəri haradan göndərmişdilər? Monsieur Jordana xəbəri haradan göndərmişdilər? Təbrizdəki İngilis konsulluğundan. Monsieur Jordan Parisi kimin dağıtdığını deyir? Monsieur Jordan çünki orada deyir ki, Paris dağıldı, qışqırır ki, Paris dağıldı, Paris dağıldı. Deyirlər, kim dağıtdı Parisi? Deyir, şəyatinlər, əcinnələr, divlər, ifritələr, bədəməllər. Əslində, Monsieur Jordan orada Parisdə, belə deyim də, ifritə, div, əcinnə deyərkən o əks hakimiyyətə qarşı olan qüvvələri nəzərdə tutub deyirdi. Amma bunlar da bu məsələ Şahın divinə, əcinnəsinə başa düşdülər. Şəhrabanu xanımı soruşanda ki, Şahbazı da aparırsan mı? Nə cavab aldı ondan, Monsieur Jordan'dan? Dedi ki, öz başımı qoymağa yer tapmıram. Şahbazı hara aparım, deyir. Axundzadə insanları pis əməllərdən çəkindirmək üçün ən doğru yolu nə hesab edirdi? Satira, tənqid, məsxərə. Əsərdə zid qütblərdə dayanan obrazlar hansılardır? Zid, yəni bir-birinə əks qütbdə dayanan obrazlar. Monsieur Jordan və Məstəli Şah. Monsieur Jordan və Məstəli Şah əsər boyu üz-üzə gəlirlərmi? Xeyr. Biri bilirsiniz, Monsieur Jordan tərəqqinin, elmin, inkişafın, maarifin təmsilçisidir. Məstəli Şah da geriliyin, fırıldağın, cahilliyin, ətalətin, nadanlığın, belə deyim də, xarakterizə edən obrazdır. Əsərdə satirik qəhrəman hansıdır? Baxın, bu əsərdə həm satirik qəhrəmanlar var, həm də humoristik. Bu ikisini qarışdırmayaq. Satirik qəhrəman, yəni tənqid hədəfi Məstəli Şahdır. Ədib Məstəli Şah obrazı vasitəsilə nəyə demək istəyir? Cadugərliyə qol-qanat verən feodal, patriarxal cəmiyyətin iç yüzünü açıb göstərib. Məstəli Şah nəyin təmsilçisidir? Köhnəliyin, geriliyin. Əsərdə kim maarifçi ziyalı kimi təmsil olunur? Şahbaz bəy. Yəni, oxumaq arzusu var idi, inkişaf eləmək istəyirdi, rəl çıxmaq istəyirdi, yeniliyə can atırdı. Söhbət Şahbaz bəydən gedir. Hatəmxan ağa necə obrazdır? Müsbət xüsusiyyətləri ilə seçilən, təsərrüfatını bacarıqla idarə edən, qonaqpərvər, yumşaq təbiətli və alicənab mülkədar obrazdır. Əsərdəki humoristik obrazlar hansılardır? Biz bunlara gülürük, amma gülməklə bərabər həm də acıyırıq da yazığımız gəlir. Acı gülüş deyirik də bu humoristik gülüşə. Kimlərdir? Şəhrabanu, Şərəfnisə, Hatəmxan ağa. Hadisələrin sonunda avam adam kimi tənqid hədəfinə çevrilsə də səmimi və xeyirxahdırlar bu obrazlar. Məstəli Şahın xarakteri xüsusiyyətlərini ifşa etmək üçün ədib hansı üsuldan istifadə edir? Tipi öz dili ilə ifşa etmək.
Bayaq Aldamış Kəvakibdə də bu barədə ortaq cəhdini götürə bilərsiniz. Köməkçisi Qulaməliyə deyir, orada belə bir epizod var, deyir, bu böyük xanım bu iş üçün mənə 100 təzə bacaqlı verəcək. Cadunun təsir etməsi üçün də 10 gün müddət var. Bacaqlıları alandan sonra özümü arazın o tayına salaram. Məni orada kim tapacaq? Məndən sonra nə olursa olsun. Demək bu deyir ki, cadunun təsiri 10 günə keçəcək və fikri var ki, 10 bacaqlı o vaxtda qızıl pulun adıydı o bacaqlı. Şərif Nisənin toy puluydu. O pulla toy edəcəkdilər. Bütün pulları gətirdilər, verdilər Məstəli Şaha. Məstəli Şah da düşünür ki, 10 gün müddətini arazın o tayına keçər, ondan sonra bunu hardan axtarıb tapaslar, bir də geri dönəs deyirlər. Şəhrabanu, Şərəf Nisə, Xanpəri və digər obrazların xarakteri barədə burada da yəni doluğun təsəvvür yaranırmı? Bəli, yaranır. Onların nitqi, onlar haqqında dolğun düşünməyə bildiyimdə səbəb olur. Bu qədər kanala abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.